Əməliyyatda bu çanaq oynağının anadan gəlmə çıxığı, anadan gəlmə displaziyası və buna bağlı çıxığı ilə çıxığına əziyyət çəkən bir 6 yaşında uşağın əməliyyatını görüntülədik. Təəssüflər olsun ki, gec yaşda müraciətlər olur. Xüsusilə 6, 7, 8 yaşlarında daha əvvəl heç bir müalicə olmamış uşaqlar müraciət edirlər və daha iri həcmli bir əməliyyatlara ehtiyac olur. Əslində bu problemin, bu xəstəliyin daha erkən diaqnostikası mümkündür və hal-hazırda Avropada və bir çox digər inkişaf etmiş ölkələrdə artıq irəli yaşda, yəni 6-7 yaşlarında var olan bu əməliyyatlar demək olar ki, çox nadirən icra olunur. Çünki daha erkən diaqnostikası, daha erkən müalicəsi mümkün olan bir xəstəlikdən bəhs edirik. Yəni bütün xəstəliklərdə olduğu kimi burada da vaxtında erkən müalicə artıq çox vacibdir. Erkən müayinə dedikdə nə nəzərdə tutulur? Nə vaxt artıq müraciət olunmalıdır? Uşaq yeni doğuldu. Çox gözəl sual verdiniz. Uşaq yeni doğulduqdan sonra uşaqların 6 ayına qədər, əlbəttə ki, tərcihən biz 2-4 aylarında bu çanaq oynağını ultrasəs müayinəsi edirik. Ultrasəs müayinəsi tibbi, bu çanaq oynağının ultrasəs müayinəsi artıq istifadə olunmağa başladıqdan sonra sadəcə risk qruplarına olunmağı məsləhət görülürdü. Qrafın xüsusilə böyük bir əməyi var bu işdə. Bu çanaq oynağının ultrasəs müayinəsini tibbə daha çox populyarlaşdıran bir isimdir və bu ortopediyaya bu ultrasəs müayinəsi daxil olduqdan sonra risk qrupları, hansı ki, sağrı gəlişi ilə doğulan uşaqlar olur, uşaqlar, ailə üzvləri, birinci dərəcə ailə üzvlərində bu problemin olduğu uşaqlar, onlara ultrasəs müayinəsi olunurdu. Artıq son zamanlar tibb ədəbiyyatında məsləhət görülür ki, bütün yeni doğulmuş uşaqlar ultrasəs müayinəsindən keçsinlər. Çünki bu həm əgər bir problem varsa, bunun daha erkən müalicəsinə şərait yaradır. Həm də çox sadə bir üsuldur, invaziv bir üsul deyil. Bütün uşaqlar harca 5-10 dəqiqə müddətində çəkir və bütün uşaqlara ultrasəs müayinəsi məsləhət görülür artıq. Yeni doğulmuş uşaqlar evlərinə göndərilir və onlara biz randevu veririk. 2-4-cü aylarında təxminən gəlirlər və ultrasəs müayinəsinə keçirlər və həqiqətən də rastlayırıq. Bu çanaq oynağı displaziyasının görülmə sıxlığı ədəbiyyatda 1000-də 1-30 arasında dəyişir. Bu coğrafik bir dəyişkənlik də göstərir. Bəzi ölkələrdə 1000-də 1 rastlandığı halda, bəzi yerlərdə çox rastlanır. Misal üçün, Afrikada demək olar ki, çox nadirən rastlanan bir problem ikən, digər yerli Amerikalılarda məsələ daha çox rastlanma sıxlığı var. Bizim ölkəmizdə də cənub bölgəsində daha çox rastlandığını bilirik və erkən diaqnostika xüsusilə riskli coğrafiyalarda daha çox məsləhət görülməkdədir. Və ultrasəs müayinəsində aşkarladığımız uşaqları sadə bir problemi aşkarladığımız halda sadə bir bandajla, Pavlik bandajı deyirik, onunla yüksək bir uğurlu nəticə əldə eləmək imkanımız var ki, əməliyyatsız sadəcə bandajla bu problemi aradan qaldıra bilək.